Salam hörmətli tələbələr, bugün sizinlə Yüksək Akademiyanın keçirdiyi növbəti sınavın rus dili izahına baxacağıq. Dinləmədən başlayaq. Английские традиции. Каждая страна и каждый народ имеют свои собственные обычаи и традиции. Англичане гордятся своими традициями и тщательно их сохраняют. Англичане домоседы. Нет места лучше, чем дом, говорят они. Когда они не работают, они любят проводить выходные дома с семьей. Англичане очень любят камины. Именно поэтому многие из них предпочитают камины центральному отоплению. Им нравится жить в небольших домах с маленьким садом. Люди во всем мире знают поговорку «Дом англичанина – его крепость». Говорят, что англичане придерживаются традиций даже в еде. Каша – блюдо, которое англичане очень любят. Многие из них едят кашу с молоком и с сахаром на завтрак. Днем во время чаепития англичане любят чашку чая с молоком. Англичане – настоящие любители чая. Они пьют его много раз в день. Некоторые пьют чай на завтрак, во время обеда, после ужина, в чаепитии и с вечерним приемом пищи. Некоторые семьи устраивают высокие чаепития или большой çay и не ужинают. Birinci sualdan başlayaq. Выберите правильное утверждение в соответствии с текстом. Düzgün cevabı götürməliyik. Значит, здесь у нас первый вариант. Англичане тщательно придерживаются своих tradиций. Onlar öz adət-ənənəsinə sadiq qalırlar. Один раз в день, gündə bir dəfə çay içirlər, xeyir. Çox şam yeməyi yemirlər, ancaq çay içirlər, xeyir. Onlar böyüksə evdə, bağçalı evdə yaşamağı sevirlər, xeyir. Onlar yalnız səhər çay içməyi sevirlər, xeyir. Второй вопрос. Ответьте на вопрос в соответствии с текстом. Sözün sonuna devam edirik ki, что означает поговорка «Дом англичана – его замок»? Deməli, burada o mənanı, nə mənanı verdiyini soruşur bizdə bu atalar sözü. Deməli, İngilisin evi onun qəsridir. Конечно, это A. Это означает, что они чувствуют себя в безопасности и комфортно дома. Onlar özlərini təhlükəsizlikdə və çox yaxşı hiss edirlər. Onların evi qəsr kimi də bahalıdır, xeyir. Böyükdülər qəsr qədər, xeyir. Onlar evdə yaşamağı darıxırlar, xeyir. Bütün zamanını evdə keçirirlər, xeyir. Tretye, hansı sualın cavabı var mətndə? Поскольку у них чаепитие, saat neçədə də çay içməkləri, xeyir. Сколько они платят? Deməli, onlar отопление üçün nə qədər ödəyirlər, xeyir. Çay necə yetişdirməyə başladılar, xeyir. Və axşam yeməyini hansı xüsusi yemək yeyirlər, xeyir. Y variantı, onlar öz istirahət günlərini harda keçirməyi sevirlər? Bu haqda məlumat var idi. Дальше, четвертое, cümləni tamamlayırıq. Angliçaniya предпочитают камин центрального отопления, потому что onlar kaminə daha çox üstünlük verirlər. Nəinki отопление qurğusuna, çünki они сохраняют свои традиции даже в области отопления. Onlar hətta istilik sistemində belə öz adətlərinə sadiq qalırlar. 5-də, mətndən bizə məlumdur. Nə məlum oldu? Angliçani verны своим обычаям. Onlar öz adət-ənənələrinə sadiqdirlər. Onların buradakı sadiqliyindən danışılır. Həftə sonu gəzməklərə üstünlük verirlər, xeyir. Atoplenlər çox bahalıdır, xeyir. Kaşını istənilən zaman yeyir, xeyir. Kofini çox sevirlər, xeyir. Keçək mətnimizə. 20-ci начале 20 века. 20-ci əsrin əvvəllərində deməli, düzəngahda Cənubi Kaliforniyada yeni bir şəhər böyüməyə başladı. Onun adı Los Angeles idi. Onun adı köhnə İspan missiyanın adına qalmışdı. Uzun zamanlar o adda qalmışdı. O zamanlar yeni industriya kino tezə yaranmağa başlayırdı, kino industriyası. Amerikada deyirlər ki, motion pictures. Lakin zaman keçdikcə o adı qısalaraq movies adlanırdı. Amerika kino industriyası isə New Yorkda yaradıldı. Lakin 1910-cu ildə kinematograflar
Los Ancelesə köçməyə başladılar. New Yorkda deməli hər şey o qədər bahalı idi ki, çox bahalı idi. İşçilər, torpaq, vergilər. Ondan da pisi o idi ki, qışda burada film çəkmək çox çətin idi. Çox soyuq olurdu. Los Angeles rayonu isə deməli üstünlüklərindən daha çox idi Los Angelesdə. Kaliforniyada demək o filmi çəkmək olardı, uzun ili boyunca çəkmək olardı və hər şey ucuz idi. Xüsusən də burada satışa verilən torpaqlar ucuz idi. Yeni studiyalar tikildi bu rayonda, hansı ki Hollywood adlanıldı. Deməli o Hollywood tikildi harda? Böyük təpəciklər olan yerdə, onların ətəyində. Film çox sürətlə yayılmağa başladı, populyarlıq qazandı. Xüsusən də 1925-ci ildə ilk dəfə danışan filmlər peyda olanda. Buna baxmayaraq, filmlər çox bahalı idi, kinokampaniyalara çoxlu pul lazım idi. Bu səbəbdən də Hollywood tezliklə böyük şirkətlərin əlinin altına düşdü. MGM, 20-ci əsr Fox, Warner Bros, Paramount şirkətləri kimi şirkətlərin əlinin altına düşdü. O zamandan bəri böyük şirkətlər Sepuro krupna kompaniya были свои. O zamanlardan bəri böyük şirkətlərin yüksəlişi və enişi olurdu. Lakin bir çoxları hələ də indiyə kimi qalıblar. Bəzi adlar isə yoxa çıxdılar. Yeni kompaniyalar yaranmağa başladı. Columbia, Walt Disney və s. Təbii ki, Hollywoodda 100 il ərzində çox şey dəyişirdi. Bugün bir çox böyük studiyalar həmin bu beynəlxalq film şirkətinə aiddir. Məsəl üçün 21-ci əsr Fox, Disney, Empire, bunlar hamısı ona aiddir. Və hal-hazırda artıq Hollywoodda deməli desят kimi kino media kompaniya по всему миру. Və o bir çox dünyada olan kompaniyalar, kino kompaniyalara sahibdirlər. Так, 6.1'də kinопроизводство в Америке возникло одновременно с появлением новой городской zonu. Bu düzdür, çünki orada eyni anda kinofilm də yaranmışdı və eyni anda şəhərdə həmin ili deyilirdi. Götürəcəyik buradan. Kaliforniya считалась неблагоприятным регионом для создания новых фильмов. Kaliforniya heç rahat değildi, yanlışdı. Kaliforniya deyil. Burada Amerikanski kino stüdyodan, New York'dan danışılırdı ki, çox bahalı idi, soyuq idi qışı. B. 6.3'də Nесмотря на колебания, большинство компаний все еще существует. Düzdür. Baxmayaraq ki, problemlər olub, amma bir çox studiyalar hələ də olduğu kimi qalır, fəaliyyət göstərir. A. Дальше, давайте так. Следующее. Кино стало очень популярным после появления разговорного кино в 1910 году. Нет. До этого, после этого стало еще популярным. Значит, берем так, A, B. Dərsə 7. Hansı cümlə 3-cü abzasın yerinə durmalıdır? 3-cü abzasa baxırıq, deyilir ki, rayon Los Angeles был полон преимуществ. Los Angeles rayonu daha çox üstünlükləri var idi. Yəni ki, New York'tan nisbətən. Burada götürəcəyik B variantı. Развитие киностудии зависело от подходящей местности и климата. Yəni, iqlimin vacibliyindən danışılırdı yerin və sonra deyirdi ki, Los Angeles ən uygunu idi. 8-də cümləni tamamlayırıq. Kinorejissyorlar приехали в Los Angeles, потому что Los Angeles'e köçdülər. Çünki New York'tan Los Angeles'e niyə köçdülər? Çünki orada şərait daha yaxşı idi. Земля и рабочие сила были дорогими в Нью-Йорке. Çünki New York'da çox bahalı idi. Həm iş, torpaq, həm vergilər. 9-da оказаться во власти sözünün mənasını, yəni əsiri olmaq. Это у нас B. Потерять контроль над кем-либо, над чем-либо. Yəni nəzarət itirirsən və əsir düşürsən. Бледный, solğun deyil, aydın əşya olmaq deyil, vacib deyil, yarışmada məğlubiyyət qazanmaq deyil. 10-cu sualda deyilir ki, hansı sualların cavabı var? Это 1, 2, 3. Niyə görə yeni şəhərə köçdülər? Los Angeles adı hardan qaldı? Kinematografist niyə görə New York'u seçmişdilər New York'u? Hollywood sözü hardan gəlib? Yox. Və nə zaman, tak, подождите, здесь, nə zaman Disney imperiyasının tərkibinə keçdi? Həmin bu 20-ci əsr Fox studiyası yox idi. 5-ci sual, 55-ci, tak, номер 55, следующий текст.
Илон Кирнан принимал участие в кругосветной парусной путешествии. Илon Kirman adlı şəxs dünyada səyahət zamanı iştirak edir. Qonkada 1987-ci ildə. O çox narahat bir faktla üz-üzə gəlir ki, okeanlardakı zibilləri görərkən. Evə Avstraliyaya qayıdarkən Kirnan hiss edir ki, tezliklə nəsə etməlidir bununla bağlı. O evin yaxınlığında 1989-cu ildə bir təşkilat qurmağa başladı. Hansı ki adı Clean Up Sydney Harbour adında bir təmizliklə bağlı bir təşkilat etməyə başladı. Onun təəccübliyinə o çox təəccüblənir nə zaman görür ki, könüllü olaraq 40 minə yaxın ora könüllü qatılır zibil yığışdırmaq üçün. Bununla ilhamlanan, bu uğur qazanan Kirnan düşünür ki, Clean Up tədbirini milli etsin, növbəti ili daha çox böyütsün onu. O bütün Avstraliyanı əhatə edir və qiymətləndirməyə əsasən 300 min insan deməli gün keçirdilər. Hansı ki ən gözəl təmiz ətraf üçün gün keçirdilər. Təmizliklə məşğul oldular. O zamandan bəri hər il İməclik günü deyək də, İməclik keçirilir Avstraliyada. Deniborki yığılış günüdür. Deməli, hər il daha da o böyüyür. 1993-cü ildə Kirnan daha böyük proqrama əl atır. Onun proqramı sayəsində 10 ətraf mühiti qoruma təşkilatı bir kampaniya buraxır. Clean Up the World, dünyanı təmizləmək. Haradakı bütün dünya üzrə bu artıq təşkilat yayılır və ətraf mühiti qoruyub saxlanması üçün işə yarayır. İlk ildə orada iştirak edirdilər 30 milyon insan və 80 ölkə. İndi isə Clean Up the World deməli dünyada на 3 выходные сентября indi isə приходится keçirilir hər sentyabrın 3-cü həftə sonuna və hər il daha da çox populyarlaşır. Kirnan deyir ki, son illər daha çox nəzərə çarpır elektron atılan zibillərin elektron versiyası kompüter, mobil telefonlar kimi. Onlar daha çox toplanırlar, nakapливаются, toplanırlar, nəinki digər zibillər. Deməli, Global Future Foundation məlumatına görə elektron atxodlar 70% təşkil edir ümumi zibilin sayından. Deməli, hansı ki svalkalarda görünür. Svalka yəni zibil atılan yerlər. Kirnan düşünür ki, müəyyən kampaniyalar olmalıdır ki, öz öhdəliyinə bunu götürsün, bunun məsuliyyətini təmizləsin və yeni produksiya üzə çıxarsın. Çünki kimyəvi maddələr hansı ki bu zibildən çıxır, insan sağlamlığı üçün çox zərərlidir. Onlar torpağa düşürlər və su ilə birlikdə qarışaraq zəhərləyə bilirlər. Bunun öhdəsinə gəlmək üçün isə elektron atxodları Kirnan belə bir proqram yenidən ortaya ərsəyə çıxarır. Clean Up Mobile Phones, yəni mobil telefonların təmizlənməsi. Deməli, onun nə üçün bunlar edir? Telefonların toplanması və onların yenidən istifadəsi üçün işə salınması. Deməli, Kirnan bacarıb ki, insanları dünyanı təmizləmək üçün çağırışı bacarıb. Təmizlik gününü Avstraliyada ilk başlataraq o belə bir şey göstərir ki, biz planetimizə qarşı necə davranırıq. Bundan savayı onun inatçılığı sayəsində milyonlarla insanlar bu iş üçün birlik oldular. 11.1-də 40 minə yaxın könüllülər iştirak etdi. Kirnan buna təəccüblənmişdi. Doğrudur. A variantıdır. 11.2-də deyilir ki, Avstraliyada keçirirdi həmin yarış xeyr. O sonra öz vətəninə qayıtdı Qonqadan sonra. 11.3 Kirnan düşünürdü ki, müəyyən şirkətlər yenidən istehsal etmək üçün bəzi şirkətlər məsuliyyət götürməlidir. Bu düzdür. Necə ki, mobil telefonlarda orada kampaniyada bunu fikirləşirdi o. 11.4-də də deyilir ki, proqramı pod nazvaniем, deməli, mobil telefonlardan azad edək, Global Future Fondu tərəfindən buraxılıb. Xeyr, burada bu idi. Ayrı bir kampaniya kimi yaradılmışdı. Dəyişi 12-də ifadələrdən hansı 5-ci abzasda durmalıdır? Kirman insanları çağıra bilib ki, planetimizi təmizləsin, təmiz saxlayaq. Значит, здесь будет у нас variant C. Kirman böyük problemi gördü, hansı ki həll tələb edirdi və
qərar gəldi ki, bir addım atsın. Və sonra o bunu bacarmışdı deyilir. 13-də Кирнан озаботился проблемой окружающей среды, участвуя в конкурсе всего через 2 гоda. Kiernan demək çox narahat idi, gətirəmiyor çirklərini və 2 il sonra o neyinir? Yarışmadan qayıdandan sonra kampaniya qurur ki, bu məsələni həll eləsin və ora sadəcə 30.000 insan hələ ki ilk könüllü olaraq qatılır. 14-də nakapливается sözün mənasını tapırıq. A variantı. Tədricən çoxallan hər hansı bir sayda müəyyən bir zaman ərzində. 15-də hansıların cavabı var? 1, 3, 5. Kiernan nə vaxt ilk aksiyasını keçirdi? Nə qədər qurum bura qatıldı? Dünya üzrə neçə ölkə və neçə insan? Və hansı proqram isə mobil telefonların toplanması üçün yaradılıb? Dünya üzrə nə qədər svalkada zibil aşkarlanıb yoxdur? Deməli, nə zaman tez-tez keçirilir? Avstraliyada təmizlik günü yoxdur. 16-da isə qrammatikamızı leksik mənada, qrammatik mənada artıq olanı göstəririk. Veş qadın cinsində, ş-dan sonra mягкий znak var. Melaç qadın cinsində, ç-dan sonra mягкий znak var. Vermişel ərzaq olaraq yadımızda saxlayırdıq qadın cinsində. Svirel istisna olaraq qadın cinsində. Qalır gost kişi cinsində, kişi qonaq. 17-də səhvi tapmalıyıq. Ученики. Dərhal 17-də A-nı göstəririk ki, səhv burada A-ydı. Deməli, burada qaralmayıb. Mən bir dəqiqə siz üçün qaraldım bunları. Большой успех в озеленении города добились жители. Буду qaralıb. На берегу реки недавно построили купальню. Мрачное предзнаменование, мрачное предсказание опытного охотника не сбылось, и тех недолго не мог обнаружить дефекты мотора. Deməli, burada isə ученики внимательно разглядывать. Baxın indi. Səhv niyə görə A-dır? Ученики внимательно mikroskopda neysə baxırlarsa, рассматривать olmalıdır. Разглядывать yox. B variantında yerli sakinlər yaşıllıq olsun deyə şəhərdə çox çalışdılar, düzdür. Построить, kupalni tikilir. Воздвигать piramida, piramidalar ucaldılır. Mraçное предсказание, öncədən söyləmə, qəmli öncədən söyləmə. Və defekt, motorunun çaşmamazlığını tapa bilmədi uzun zaman, elektrik, texnik. Bunlar hamısı düzdür. Amma A variantında qaralmış bu olan söz рассматривать yanlışdır. Нет, разглядывать yanlışdır, olmalıydı рассматривать. 18-dən frazeoloji birləşmələrdə hansı rəqəmlər qoyulmalıdır? За 7 печатями. 7 peçət arxasınca. Заблудиться в 3 соснах. 3 ağacın arasında azmaq. Как 2 капли воды. 2 damcı kimi oxşamaq. Жить в 4 стенах. 4 divar arasında yaşamaq. Значит, 7, 3, 2, 4. 7, 3, 2, 4 C variantımız olacaq. 19-da isə amonimli səhvimizi tapırıq. Soyuz birləşmə, soyuz nitq səsi amonimdirmi? Düzdür. Женитьба, brak, evlilik, ibrak, defekt. Amonimdir, düzdür. Çünki aralarında hiçbir əlaqəsi yoxdur. Luk, ərzaq, luk, silah. Düzdür, oxdur, atan ox. Kasa, saç növü, kasa, orak, ot biçən alət. Düzdür, amma D variantında mnogoznaçlı sözlərdir. İynə, paltar tikən iynə və iynə, şam ağacının iynəsi. Forma olaraq iti oxşar olduğu üçün onlar nə sayılır bizdə? Mnogoznaçlı, növləri oxşuyur. İtidir ikisi də. Ucu iti bir şeydir. Ona görə D variantındakı amonim ola bilməyəcək. Oxşar belə nəsə əlamət varsa, deməli mnogoznaçlı idi. 20-də hansı sözdə mягкий znak sonunda yazılır? Pomoş yazılır, kömək. Peçdə yazılır. Borçda yazılmır. Молодежь yazılır. Товарищ da yazılmır. Tıkaç yazılmır. Melaç yazılır, noç yazılır, mış yazılır və biz bilirik ki, bunlar üçü də qadın cinsinə aiddir. Doç yazılır, vraç yazılmır, plaş yazılmır. Veş yazılır, roj yazılır, amma ключ yazılmır. Yeri gəlmişkən deyim ki, əgər j, ş, şa və ç hərfləri ilə bitən sözlərdə mягкий znak görürsünüzsə, bu zaman bu qadın cinsidir. Əgər görmürsünüzsə, bu zaman bu kişi cinsidir. Hansı ki X qoyulur, onlar kişi cinsinə aid sözlərdir və orada mягкий znak yoxdur. Qoyulanlarda isə qadın cinsidir.